Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti aprelin 1-dən etibarən şəhər ətrafı istiqamətlər üzrə reyslərin sayını artıracaq. Xəttə yeni qatarlar buraxılacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma Departamentinin icrası direktoru Azər Fərəzov deyib. Azər Fərəzov bildirib ki, Azərbaycan Dəmir Yolları sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən etibarən Abşeron dairəvi dəmir yol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır. Abşeron dairəvi dəmir yol marşrutu üzrə həftənin iş günləri, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. O əlavə edib ki, şəhər ətrafı istiqamət olan Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə isə ilk dəfə olaraq bir mərtəbəli qatar istifadəyə veriləcək. Bununla əlaqədar olaraq Biləcəri stansiyasında bir yeni turniket zalı və bir yeni 550 mm-lik platforma sərnişinlərin istifadəsinə verilib. Xırdalan stansiyasında isə istifadədə olan turniket zalı genişləndirilib və mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb. Yeni hərəkət cədvəlinə əsasən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və günorta saatlarında qatarlar arası interval azaldılır. Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda 3 hərəkət cədvəli tərtib edilib deyə o bildirib. Azər Fərəzov Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə artırılan reyslərin sayını da açıqlayıb. O qeyd edib ki, iş günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə isə 42-dən 56-ya çatdırılacaq. Departament direktoru bildirib ki, sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur. Əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi. Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır. Sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir. Eyni zamanda Bakı-Xırdalan-Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 7:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 8:01-də çatırdı. Yeni qrafikə əsasən saat 6:15-də çıxan qatar Bakıya 6:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni qatar Bakıya 7:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaratmış olacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək deyə Azər Fərəzov vurğulayıb. Eyni zamanda şənbə günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılacaq. Həmçinin həftənin bazar günləri üçün xüsusi qrafik tərtib olunub. Yeni cədvələ əsasən bazar günləri Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılacaq. Azər Fərəzov deyib ki, həyata keçirilən dəyişikliklər nəticəsində Abşeron dairəvi dəmir yol marşrutunda günlük sərnişindaşıma sayını hazırki 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmaq mümkün olacaq.